Travmasız insan varmı? Varmı sizce? Çünki əslində bizim həmişə inkişaf etməyimiz, nəyisə istəməyimiz, nəyisə istəməməyimiz həmişə hər hansı bir yaşantıdan dolayı gəlir və hansı bir travmalardan dolayı gəlir. Və mənim də təbii ki, öz həyatımda öz çətinliklərim var idi və mən hətta 25 yaşında Reiki üzrə müəllim oldum və yetəri qədər işimə və onu öyrənməyimə ciddi yanaşmışdım, məsuliyyətli idim. Burada maraqlı nüans ondan ibarətdir ki, müəllim olanda, yəni demək olar ki, düşündüyünə belə hər düşündüyünə, hər istədiyinə, hər niyyətinə qarşı ciddi yanaşmalısan. Çünki səndə yetəri qədər güclü enerji olur və o enerjini düzgün yönəltməlisən. Çünki sən onu ətrafa yaymağa başlayırsan. Bu təbii ki, enerjinin güclü olması sənə gələn insanları biraz işini çətinləşdirə bilir. Çünki enerji nə qədər Azərbaycan dilində necə plotnaya nə qədər sıxlığı çoxdursa, bir o qədər insanın sənə tərəf gəlməsi çətin olur. Ona görə də enerjisi sıxlığı çox olan insanın ətrafında o qədər də çox insan olur. Təbii ki, illər keçir, insan normal həyatına da qayıda bilir. Amma normal həyat deyəndə nəyə nəzərdə tuturam? Çünki müəllimlik yoluna gedəndə, bunu öyrənəndə sən normal insan kimi yaşaya bilmirsən. Sən birbaşa özünü kəşflə məşğulsan, enerjini hiss edirsən, çakralarını açırsan, başqalarının enerjisi ilə işləməyi öyrənirsən də bir başqa bir aləmə qərq olursan və normal sadə yaşaya bilmirsən. Normal sadə yaşamağa geri dönəndə isə burada biraz çətinliklər yaşamağa başlayır. Çünki insan normal olaraq nəyisə reaksiya verə bilir, nəyisə düşünə bilir, nəyisə hirslənə bilər, nəyisə və s. və s. Və burada əsas çətinliklərdən biri başlayır bir müəllim olaraq. Çünki hirslənmək olmaz, reaksiya vermək olmaz. Çünki hər bir reaksiyanın arxasında bilirsən ki, səbəb nədir. Sonra o hər reaksiyanı şəfalandırmaq lazımdır və s. və s. Normalda yəni müəllimliyə qədər gedib çıxmayan insanlar daha sakit yaşama ehtimalı çox olur. Nəyə görə? Çünki o maştabda olan transformasiyanı gücləndirmir. Amma müəllim artıq 4-cü pillədə olan bəzi sistemlərdə 3-cü pillə sayıla bilər. Onlar çünki 1-lə 2-ni bir yerdə verirlər. Reiki olmaq 4 pillədən ümumiyyətlə ibarətdir. Və mən o proqramı 2 müəllimlə, hətta 3 müəllimlə işləmişəm və 2 dəfə almışam. Müəllimliyi də ayrıca 3 dəfə qəbul etmişəm deyə bilərəm. Bunu müəllim öz tələbəsinə inisiasiya vasitəsilə ötürür. Demək istədiyim ondan ibarətdir ki, əvvəl mən başlayanda bu enerji o qədər də yayılmış deyildi. Nə mənada? İnsanların nəyisə istəklərini reallaşdırma gücü o qədər də yüksək deyildi və o bunun üzərində detallı işləməyə başlamalıydı. Son zamanlarda insanların enerjisi yetəri qədər gücləndiyinə görə onların istəklərinin reallaşması çox az vaxt apara bilir. Və ona görə də biz həm düşündüyümüzə, həm hiss etdiyimizə qarşı yetəri qədər diqqətli olmalıyıq. Diqqətli olmaqla da yanaşı, bəzən biz nəyisə istəyə bilərik, amma bizim üçün bu faydalıdır, yoxsa faydalı deyil deyə də suallarımıza cavab tapmalıyıq. Biz bəzən düşünə bilərik ki, bu bizim üçün faydalıdır, onun üçün savaşa bilərik, amma nəticə itibarilə ora çatanda başa düşə bilərik ki, heç əslində istədiyim bu deyildi. Amma heç zaman istəmədiyim hər hansı bir fəaliyyət ola bilər və yaxud da ki, hər hansı bir iş, hər hansı bir insan ola bilər. Nəticə itibarilə görürsən ki, ən yaxşısı bu imiş və yaxud da ki, ən yaxşı iş bu imiş və s. Praktikamda da çox görürəm ki, insanlar bəzən heç vaxt bunu etmərəm dediklərini də edirlər. Bu insanı heç vaxt sevmərəm dedikləri insanları da sevirlər. Nəyə görə? Çünki orada yetəri qədər böyük bir daxilən qarşı durma var. Çünki insan problemləri biraz daha çox sevir, çətinlikləri sevir. Çünki ona daha çox yaşamağı xatırladır. O uşaqlıqdan gördüklərinə əsasən və yaxud da ki, təbliğ olunana əsasən ki, həyatda inkişaf çətinliklərdən keçməlidir.
Çətinliklərdən keçə bilər, amma dərddən, qəmdən, sınmadan keçmək məcburiyyətində deyil. Əgər biz öyrəniriksə və öyrədiriksə, dəyişim prosesini, transformasiya prosesini hiss etməyi, hər hansı bir halı içimizdə oyatmağı və başa düşməyi ki, hiss etdiklərimizin hamısı əsasən bizim fiziki bir reaksiyamızdır. Bədənimizdə gedən bir reaksiyadır və əslində şuurlu şəkildə biraz daha dərindən bunu başa düşsək, bunu hiss edə bilsək, biz istədiyimiz hissləri əslində oyada bilərik. Ətrafımızdakı insanlar bu hisslər üçün bir açar rolunu oynaya bilir, bir qapı rolunu oynaya bilir ki, siz həmin hissin içinə girib onu yaşaya biləsiniz. Bəzən o insanlar həyatımızda qalmaya da bilir, gedə bilir. Sırf siz o hissi görəsiniz deyə, tanıyasınız deyə həyatınıza gəlmiş olur və o öyrəndiyiniz duyğunu, hissi özünüzdə saxlayacaqsınız, böyüdəcəksiniz. Və yaxud da ki, məsələn, o insan çıxıb gedibsə, o insanla bərabər təhvil verəcəksiniz, gedəcək, o sizdən asılı olur. Amma hər hansı bir hissi hiss edə bilmisinizsə, heç olmasa bir dəfə siz artıq bunun dadına baxdığınız üçün, onun reseptini bilməsəniz belə, artıq dadını bildiyiniz üçün üzərində işləyib onu hazırlayıb düzüb qoşa bilərsiniz. Bu bir yemək kimi bir şeydir. Nəticə itibarilə ən dadlı, məsələn, pizzanı yeməmisinizsə, ən dadlı pizzanı pişirməyə ehtimalınız aşağı düşür. Amma hardasa da olsa onun dadına baxmısınızsa, onu bişirə-bişirə ən yaxşı o istədiyiniz dada uyğun gətirib çıxarda bilirsiniz. Çünki artıq bu sizə tanışdır. Həyatda insanlar da, dostlar və yaxud da ki, şəxsi münasibət, işdə fərqi yoxdur. İnsanlar bizə nəyisə hiss elətdirmək üçündür. Özümüzü anlamağımız, güzgüləməyimiz və s. və s. həyatı kəşf etməyimiz və ruh olaraq inkişaf edib, cism olaraq, bədən olaraq da inkişaf etməyimiz, zehni inkişaf etməyimiz üçündür. Həyatı daha çox hiss edib, daha çox yaşaya bilməyimiz üçündür. Biz nəyəsə görə həmişə sonraya saxlayırıq yaşamağımızı, amma əslində yaşam duyğusu, yaşam enerjisi indi və bu anda olan bir şeydir. Gələcəkdə bir yerdə deyil. Gələcəkdə də çatanda hər hansısa başqa bir şeylər istəyəcəyik deyə o da yenə də sonraya atılır və yaxud da ki, çox gec başa düşdüyümüzə görə onu hiss etməyə və yaşamağa fiziki gücümüz təəssüf ki, yetəri qədər olmaya bilər. Hər yaşda həyatdan həzz ala bilərik, bu yenə də bizdən asılıdır. Amma o istəklər də dəyişir, o arzular da dəyişir. Yəni artıq həyatın özü belə dəyişməyə başlayır. Əgər uşaqlıqda həyata düşmək istəyirdiksə ki, uşaqlarla oynayaq, indi böyümüşük, həyata düşə bilərik, amma artıq o uşaqlar orada yoxdur və siz də bəlkə oynaya bilməzsiniz və yaxud da ki, hər hansı bir fərqli situasiyalar. Əvvəl kimsə animasiya ilə məşğul ola bilərdi və bunu gələcəyə saxlaya bilərdi ki, mən rəsmlə məşğul olacağam və yaxud hər nə iləsə. İndi AI o qədər güclü inkişaf edib ki, onu bir anda belə eləyə bilər. O vaxt məsəl üçün o dəyərli ola bilərdisə, indi də dəyərlidir, amma bir başqa cür dəyərlidir. Yəni həyat yerində dayanmır, həyat daim gedir və biz də ya inkişaf edirik, yaşaya və yaxud da ki, gələcəkdə hər hansı bir nöqtəyə qaçmağa başlayırıq. Və burada özümdə bir fərqindəliyimi də paylaşmaq istəyirəm ki, mən maksimal dərəcədə o yaşamın da içinə girməyə çalışıram, amma bir müəllim olaraq normal, adi yaşayışın da içində var olmaq yetəri qədər əslində çətin bir prosesdir. Çünki ruhunu hiss etmək, həyatın strukturunu görmək, gedişatı görmək, məsəl üçün kimsə incidirsə bunun səbəbini, nəticəsini onun ruhuna öyrədir, sənin ruhuna öyrədir. Bunu görmək və paralel olaraq bir insan olaraq da reaksiya vermək ikili bir yaşam kimidir. Hətta daha geniş baxsaq, daha geniş olur. Çətindirmi? Çətindir. Maraqlıdırmı? Maraqlıdır. Amma maksimal dərəcədə mən, məsəl üçün, mənim yanıma öyrənməyə gələnlərə həmişə deyirəm ki, tələsməyin. Məsəl üçün, reiki üzrə öyrənmək istəyirəmsə və ya inkişaf etmək istəyirəmsə, əgər hər hansısa bir səviyyədə o enerjini hiss eləyə bildinizsə ki, yüksələni, enerjinizi hiss elədinizsə, onu yaşamağı öyrənin. Mən inkişaf edəcəm. Məsəl üçün, mən ən yüksək səviyyəsinə çatacağam, mən müəllim olacağam və yaxud da ki, mən ən güclü enerji ilə işləyən insan olacağam və s. Okey, olun, əla. Amma hiss etdikcə, yaşaya bildikcə, onun nəbzini tutduqca ondan zövq almağı da unutmamaq lazım.
o zövqü böyütmək lazımdır ki, növbəti levellarda hər hansı bir çətinlik olanda o yaşadığınız zövq həmin çətinliklərdən keçməyə də sizin üçün bir dəstək ola bilsin, dayaq ola bilsin, nə bilim, bu dillə desək məsəl üçün benzin ola bilsin ki, sizin maşınınız oradan keçib gedə bilsin. Çünki bədən bizim yaşamaq alətimizdir. Ruh olaraq bədən həyatı hiss etməyimizdir. Toxunmağı, qoxu bilməsidir, görməsidir. Hamısı, yəni bu illüziyanı görə bilməkdir, ondan həzz ala bilməkdir, günəşi görməkdir və s. Onların hər biri detal olaraq çox böyük zövq verə bilər insana. Amma biz illüziyanın içində hər hansı bir illüziya yaratmağa qaçırıq deyə bəzən o dayanıb yaşamağı unuduruq. Və bəzən də çox dayanıb yaşadığımız üçün nəyisə qurmağı unuduruq və burada da gecikmə prosesi baş verə bilər. Ona görə insan həm yaşamağı, həm yaşamağına kənardan baxmağı da öyrənməlidir ki, daha balanslı bir həyat davam elətdirə bilsin. İnsanlar ya çox ruhaniliyə doğru gedirlər və çox başqa aləmdə yaşayırlar və yaxud da ki, çox maddi dünyaya gedirlər. Maddi dünyanın dəyərləri ilə yaşayırlar və əvvəl bu daha bir-birindən ayrıydı. Yəni insanlar heç bunu uzlaşdırmırdılar. İndi yavaş-yavaş uzlaşdırmağa başlayıblar və bu nə qədər fərqindəliklə olsa, nə qədər çox hiss olunsa, o qədər yaxşı olar. Son zamanlarda ən çox istənilən, axtarılan, şikayət olunan odur ki, insanlar hiss edə bilmir, yaşaya bilmir. Tükənmişlik, yorulmuşluq, emosiya yoxdur. Həyatda iştirak edirəm duyğusu yoxdur. Əvvəl yaşayıram duyğusu yoxdur. İndi iştirak etdiyinə dair insan nəyisə hiss etməkdə çətinlik çəkir. Bu çətinliklərin səbəblərindən biri də fiziki bədənimizin aktiv şəkildə həyatda iştirak etməməsidir. İnsanlarla bərabər enerji mübadiləsinin azalmasıdır. İnsanlar daha çox özünə qapanır, daha çox özünü düşünür. Bu gözəl bir şeydir. Çünki özünü yetişdirmək üçün buradasan, amma özünü yetişdirməyin bir parçası da insanlarla olan o kommunikasiyanın, o enerji mübadiləsinin nəticəsidir. Niyə həyatda uşaqlar oynayanda və yaxud da ki, kimlərləsə rahat, özün səmimi şəkildə əylənə bildiyin insanlarla əksinə sən enerjin artır ki, azalmır, baxmayaraq ki, sən istifadə edirsən. Çünki burada enerji mübadiləsi var və təmiz enerjidən istifadə oluna bilir və enerji əksinə oyanmağa başlayır, tükənmir. İndi insanlar o özünü kəşfin, özünü yaratmağın, özünü sevməyin bəzən yanlış tərəflərindən yanaşdıqlarına görə o enerji tükənməsini daha çox yaşaya bilirlər. Bizim enerjimizi artıran nüanslardan biri fiziki şəkildə həyatda iştirak etməkdir. Gəzmək olsun, rəqs etmək olsun, insanlarla bərabər demək, gülmək, onlarla bərabər bir sahədə olmaq, telefonda onlarla bərabər oturub oynamaqdan söhbət getmir. Söhbət, zarafat, hər hansısa bir enerji mübadiləsi mütləq şəkildə olmalıdır ki, insan özünü daha yaxşı hiss edə bilsin. Çətinliklərdən dolayı insanın qapanması normaldır, amma sırf o çətinliklərdən çıxmaq üçün də insan açılmağı bacarmalıdır. Bu da bir dəyişim prosesidir. Ona görə də mən hal-hazırda ən çox elədiyim sırf musiqi və rəqs bədənə yönəlik terapiyadır. Çünki insanın ruhunu oyadan ən gözəl alətlərdən biri elə musiqi və o bədən yaddaşını təmizləyən, müsbət tərəfə kökləyən də bədənə yönəlik rəqs terapiyasıdır. Çünki bizim yaşadığımız hər şey bədəndə iz qoyur. Bədən, məsəl üçün, enerji çatışmamazlığı ilə, yorğunluğu ilə və s. bununla ifadə edə bilər. Xəstəliklə, ağrılarla ifadə edə bilər ki, yəni mən yoxam da, yəni sən məni incidirsən demək istəyir, yaşamaq istəyirəm demək istəyir, tükənirəm demək istəyir və s. Hər hansısa bir nüans haqqında məlumat verir və biz bədənimizi aktivləşdirmək ilə həm bədənimizi həyata qaytarmış ola bilirik, həm də özümüzün əhvalımızı, enerjimizi artırmış ola bilirik.
Çünki bizim bütün xoşbəxtlik, yüksək enerji, əhval və sair hamısı kimyəvi bir prosesdir, hansı ki bədəndə baş verir. Və o bədəndə baş vermirsə, biz yüksək enerjini və yaxud da ki eyforiyanı, gözəl duyğuları hiss etməkdə çətinlik çəkirik. Hiss etmək üçün bədən aktivləşməlidir, işləməlidir. Və nə qədər çox bədən həyatda işləyirsə, işə gedib gəlməyi nəzərdə tutmuram. O da onun içindədir. Amma ümumiyyətlə həyat fəaliyyətindədirsə, bir o qədər bədən emosiyaları, hissləri daha çox ifadə edə bilir, daha çox bizə yaşadır. Nəyə görə deyirlər ki, səyahət edin, gəzin, dostlarınız olsun və s. Çünki bu enerji mübadiləsidir. Enerji mübadiləsi həm insanlarla ola bilər, həm təbiətlə ola bilər. Ona görə də biz nə qədər o prosesin içindəysə, bir o qədər də bizdə oyanış baş verir. Bir müəllim olaraq keçdiyim prosesləri də bölüşmək istədim. Bizim həyatımıza olan təsirləri, bədənin yaddaşı və ruhumuzun da bu həyatda böyüməsi haqqında biraz danışmaq istədim. Əgər hansı suallarınız varsa, yazın, danışaq. Və eyni zamanda enerji dəyişim proqramını da unutmayın. Əgər həyatınızı dəyişmək istəyirsinizsə, oyanmaq istəyirsinizsə, özünüzü oyatmaq istəyirsinizsə, mütləq məncə qoşulun.